Deməli siz Dənizadədə Dənizadə, polkovnik Dənizadə, hansı ki, indi rəjalvat edirlər, xalq düşməni sayırlar. Bizlə bir yerdə, saldatla bir yerdə əlində avtomat boya gedibdi. O niyə görə xalq düşməni olmalıdır? Mən bilmirəm, başım çıxmır bu nə olan şeydir. Mən heç bir komandir briqadan görməmişim ki, mənimlə bir yerdə boya geçsin. Əlində avtomat. Avtomat əlində. Ordunun geri çıxarılmalı. Bu hamısı neyinə əlaqədar? Sən Başım çıxmır. Bu ancaq siyasi oyundur. Biz Laçında oturmuşduq. Laçında verməzdik heç bir vaxt. Bizə dedilər ki, oradan atxod eləyin. Biz də gəlib Kəlbəcərə çıxmağımız geç oldu. Ona görə də düşdük Apruşeniyə. Deməli, o qədər yol piyada gələn adam Kəlbəcərdə vuruşa bilər. Timbol bütün yollar bağlanıbdır. Deyir ki, indi verib gəlmişsiniz, xalq düşmənisiz. Niyə görə biz xalq düşməni olmalıyıq? Erməni kəndlərini biz almamışdıq mı? Bəli, əmr verilir. Deməli, şeydə zam komandir briqada olub Laçında. Deməli, ona zəng eləyiblər lüçlə. Qorxmaz, nədən o komandir? Qarayev Qorxmaz. Kapitan Qarayev Qorxmaz, zam komandir briqada, Pervoy zam. Ona əmr veriblər, ministersiyona zəng eləyib. O da bizə əmr veribdi. Biz də çıxmışıq. 7 ay indi gördünüz ki, soldatlar 7 ayda oturublar Qoçazda. Nə qanların bahasına alınıbdır ora. İndi bir güllə atmadan Qoçazdan düşüblər. İndi Qoçaz nətər alacaq biz? Niyə görə düşdük oradan? Niyə görə Kəlbəcərdə arxada qüvvə yox idi ki, Riboyada, Respublikada gətirirlər Kəlbəcərə. Bizi oradan qaytardılar Kəlbəcərə. Naçalnik artilleriya qalıb orada, toplar burada. Kim komandavat eləsin? Ona görə də biz bax bu günə düşdük. Rastimut elədilər bizim briqadanı gücü çatmadı elə. İki yerdə, iki frontda bir briqada vuruşa bilməz. Bir brigada 250 kilometrlik məsafədə avaronadır idi. Bir brigadanın heç bir vaxt, heç bir dövlətdə görsənmir ki, buna gücü satsın. özünü təqdim elə. Naçalnik topografiki slujbu Leytenant Əliyev. Bir de ulaşsın ben. Zam komandiri batalyon, pavorucuyum kapitan. Elçi Bey bilmirdi ki, devlətdə müharibə gedir. Mən adam gördüm Kəlbəcərin özündə, vertolyot plaşatkasında, meydanda. Hansı leytenant, familiyası yadımdan çıxıb, hansı ki deyir, yaralı uşaqları dünən mən bu uşaqları Bakıda vertolyota mindirib göndərmişəm buraya. İndi də həmən uşaqları yaralı vəziyyətdə yükləyirəm vertolyota. Gedirlər geri Bakıya. Həmən uşaqların birinə, mən bağışlayayım, uşaqlardan başqaları vertolyotla gəlir, söhbət edirəm. Siz hardan gəlirsiniz? Deyir, məni dünən evdən tutub, boğazımdan tutub, gətirirlər buraya. Gətirirlər ki, müharibəyə gedirsən. Sonra da avtomatı çıxardır, verir mənə. Deyir, bəlkə siz bilərsiniz, bu avtomat nə cür sökülür, nə cür yığılır. Bir də ki, tək-tək avtomat nə cür atır. Bir dəfə deyir, çəkirsən zatvorunu Raman. Buraxandan sonra, bir vustrel eləyəndən sonra təzədən bir də çəkilir, yoxsa yox. Elçi bəy bunu bilmirdi ki, devlətdə müharibə gedir. Bu uşaqları yığmaq lazımdır. Bir ay bundan əvvəl bu uşaqları öyrətmə lazımdır. Ancaq avtomat atmağı, qranat atmağı, ya o qumbarı atandan öyrətmək lazımdır, nə cür atmaq lazımdır. Onu bilmirdilər, devlətdə bilmirlər onu. Ki, cəmaatın uşağını götürürlər. Siz demək istəyirsiniz ki, Bu hökumət bilmir axırı. yığılan o cavanları bir ay, 2 ay, təlim keçmək. 2 həftə təlim keçsinlər, 1 həftə öyrətsinlər ki, bu uşaq mərmi gəlib düşəndə nə etməlidir? Güllə atılanda nə etməlidir? Ya gülləni nə cür atmalıdır, ya mərmini nə cür atmalıdır, nə qumbaranı nə cür atmalıdır. Bax, bunu öyrənməlidir, bilməlidir. Sonra da heç olmasa özünü müdafiə edə bilsin.